Bəzən xəstələrimizi narahat edən ən önəmli mövzulardan biri hər tıxalı damarı açmağa ehtiyac varmı? Angioqrafiya olan xəstələrimiz çox zaman damarlarının tıxalı olduğu şikayəti ilə müraciət edirlər. Amma yadda saxlamaq lazımdır ki, hər tıxalı damarı açmağa ehtiyac yoxdur. Xüsusən yan şaxələrdə diametri 2 mm-nin altında olan və ya ölü miokardı qidalandıran damarları açmağa ehtiyac yoxdur. Ən çox 70% və üzərindəki əsas damarlarda, yəni diametri 2 mm-nin üzərindəki damarlara stent, balon və ya bypass yöntəmi ilə açılması əhəmiyyət kəsb edir. Daha aşağı faizli darlıqları isə dərmanlarla müalicə etmək lazımdır. Bəzən xəstələrimiz düşünür ki, stent qoyduqdan sonra xəstəni əvvəlki sağlamlığına qovuşa bilmir. Hətta yarımcan olaraq adlandırırlar. Amma əslində həqiqət bu deyil. Çünki stent qapalı damarı açmağa və onu açıq tutmağa kömək edir, ürəyin qidalanmasını yaxşılaşdırır. Stent qoyulan xəstələr normal dərmanlarını qəbul etdiyi müddətcə digər sağlam insanlardan fərqlənmir.